Hicri təqvimlə 1446-cı ilin son ayında, yəni Zülhiccə ayındayıq, Qurban Bayramı ərəfəsindəyik. Uca Allahın Quranda buyurduğu kimi وَلَيَالٍ عَشْرٍ and olsun 10 gecəyə buyurduğu o müqəddəs günlərdəyik. Bilirsiniz, 3 aylar gəldiyi zaman biz namazlarımızın sonunda Allahum bərik lənə fi Rəcəbə və Şə'bən və bəlliğnə Ramadan dualarını oxuyardıq. Ya Rabbi, bizlərə Rəcəb və Şabanı bərəkətli qıl və bizi Ramazan ayına yetişdir deyə dua edərdik. Bununla biz Ramazan ayını daha bərəkətli, daha feyizli keçirmək üçün bir növ Ramazana hazırlıq görürdük. Lakin bu ayın üzərindən bir müddət keçəndən sonra o əvvəlki həyəcan, o əvvəlki coşku bizdə qalmadı artıq. İnsan unutqandır, Uca Allah da qulunu yaxşı tanıyır. Ayədə buyurur ki, Ələ ya'ləmu mən xalaq, yaradan qulunu tanımazmı? Yəni o unutqandır. Odur ki, Allah Teala ona yaxınlaşmaq üçün bizlərə bəzi vəsilələri təqdim edir. Yolumuzu azmamaq üçün, hədəfimizi düzgün müəyyən etməyimiz üçün hər zaman bizə vəsilələr təqdim edir. Bu məqsədlə Ramazan ayı bir vəsilədir. Cümə günləri Allaha yaxınlaşmaq üçün bir vəsilədir. Gündəlik 5 vaxt namaz Allaha yaxınlaşmaq üçün bir vəsilədir və eləcə də hal-hazırda olduğumuz Zülhiccə ayı Allaha yaxınlaşmaq üçün bir böyük vəsilələrdəndir, dəyərli qardaşlar. Alimlərimiz Zülhiccə ayı haqqında 2-ci Ramazan ifadəsini işlədirlər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də buyurur ki, ayların əfəndisi Ramazan, hörmətə ən layiq olan ay isə Zülhiccə ayıdır. Əslində Zülhiccə ayı İbrahim əleyhissalamı xatırlama günləridir. İbrahim əleyhissalam necə haqqa qarşısında diş dura bildi, batilə tərəf dönmədi, bütün çətin işlərin qarşısında sinə gələ bildi. Bilirsiniz, hər kəs bütə ibadət edərkən İbrahim əleyhissalam yalnız aləmlərin Rəbbi olan Allaha boyun əydi, Allaha təslim oldu. Bütlərdən üz döndərdi. Allahdan əmr gəldikdə ki, övladını mənim yolumda qurban edəcəksən, o bu əmrə boyun əydi, bıçağı övladının boğazına kimi gətirdi. Öz həyat yoldaşı Həcər anamızı və kiçik övladı İsmailı çöllük biyabanlıq bir yerə tərk etdiyi əmr gəldikdə, o bu əmri də böyük bir təslimiyyət göstərərək yerinə yetirdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əshabını bu cür abu-havada, bu cür İbrahim əleyhissalamı təfəkkür edərək, onun qarşılaşdığı o məşəqqətləri, Həzrəti İsmailı, Həzrəti anamızı xatırlayaraq bu aya daxil olmağımızı istəyir. Allah Resulü sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, Allah qatında çox ibadət ediləcək, çox salih əməl işlənəcək günlər içərisində Zilhiccənin 10 günündən daha xeyirlisi yoxdur. Sahabə soruşur ki, ya Resulullah, cihaddan da daha üstündürmü? Peyğəmbərimiz buyurur ki, bəli. Və sonra sözünə davam edərək buyurur ki, əgər bir insan evindən cihad məqsədi ilə çıxar, geri dönməzsə, malını da itirər, canını da itirərsə, yəni şəhid olarsa, müstəsna. Bəli, dəyərli qardaşlar, Allah Resulü sallallahu aleyhi ve selləm Zülhiccə ayını əshabına belə tərif edirdi. Odur ki, bu ayı qafil keçirən qullarından etməsin Rəbbimizləri. İbn-i Hümeydin müsnədində keçən hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Allah qatında Zülhiccənin ilk 10 günündən daha dəhərli günlər yoxdur. Bu günlərdə edilən əməllərdən daha qiymətlisi yoxdur. Odur ki, bu günlər gəldiyi zaman təsbihinizi, təkbirinizi, təhmininizi və təhlilinizi artırın. Yəni, Sübhanallah, Elhamdülillah, Allahu Ekber, La ilahe illallah zikirlərini artırmağa çalışın. Sahabə deyir ki, biz bir-birimizə səslənmək istədiyimiz zaman onun adını zikr etməzdik, Sübhanallah deyərdik. Bir-birimizlə yolda, bazarda qarşılaşarkən sözə Elhamdülillah kəlmələrini başlayardıq. Sözümüzü davam etmək istədikdə Sübhanallah deyərdik və beləcə sözümüz Allah Resulü sallallahu aleyhi və səlləmin sözünə uyğun olmasına çalışırdıq ki, bu ayları
zikirlərlə, bol ibadətlərlə keçirə bilər. Ənəs bin Malik radiyallahu anh deyir ki, mən Allah Resulü sallallahu aleyhi və səlləmdən Zülhiccə ayı haqqında elə şeylər eşitdim ki, mənim qatımda Zülhiccənin 10 günü 1000 gündən daha üstündür. Ərəfə günü isə, yəni Qurban bayramından bir gün əvvəlki gün isə 10.000 gündən daha üstündür. Bunu söyləyən Allah Resulü sallallahu aleyhi və səlləmi yaxından tanıyan Ənəs bin Malik radiyallahu anhdır. Peyğəmbərimiz onun haqqında uzun deyərdi, yəni qulaq, yəni hər eşitdiyini qeydə alan biri. Yenə sahabilərin böyüklərindən Abdullah bin Məsud radiyallahu anh deyir ki, Allah qatında Allah günlərdən 4-ünü, aylardan 4-ünü və qadınlardan 4-ünü seçmişdir. Günlərdən 4-ü Cümə günü, Ərəfə günü, Ramazan bayramının 1-ci günü, Qurban bayramının 1-ci günüdür. Aylardan 4-ü Rəcəb ayı, Zülqədə ayı, hal-hazırda olduğumuz Zülhiccə ayı və bir də Məhərrəm ayı. Qadınlardan 4-ü isə Fironun həyat yoldaşı Həzrəti Asiyə, Həzrəti İsa'nın anası Həzrəti Məryəm, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin həyat yoldaşı Həzrəti Xədicə və bir də qızı Həzrəti Fatimə.